250 qram un, 1 paket vanil, 5 qram qabartma tozu, 1 çimdik duz, 30 qram şeker kirşanı. Karıştırırıq. 120 qram çərə yağı, margarinə də əvəz edə bilərsiniz. Birlikdə umac edirik. 100 qram xama. Karışdırıb yumuşaq xəmir yoğururuq. Xəmirimizi yayırıq. Kənarlarını düzləşdiririk. 4 barmaq enliyində kəsirik. 3 xörək qaşığı meyvə cemi, 2 xörək qaşığı kakos qarışdırıb içliyimizi hazırlayırıq. Kəsdiyimiz xəmirin ortasından içliyimizi qoyuruq və videoda göstərdiyim kimi bükürük. 4 barmaq enliyində kəsirik. Soba tavasına yığırıq. Əvvəlcədən isitdiyimiz 180 dərəcəlik sobada 15 dəqiqə bişiririk. Bişib soyduqdan sonra şəkər kirşanına batırırıq. Dadlı və fərqli şirniyyatlar üçün səhifəni yaddaşa verməyi unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.